Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Bilirsiniz ki, bugün artıq sertifikatlaşma imtahanlarının ikinci günüdür və ibtidai sinif üzrə keçirilən sertifikatlaşma imtahanında iştirak edən müəllimlər qeyd edir ki, orada kurikulum suallarından birində, məhz ekranda hal-hazırda gördüyünüz sualda cavab səhv olaraq təqdim olunub. Dəyərli imtahanda iştirak edən müəllimlər, əgər kurikulum suallarının cavablarına baxmısınızsa, zəhmət olmasa bu sualın cavabının necə götürüldüyünü rəy bölümündə qeyd edin. Deməli, sualımız nədir? Sualımız mağazada təşkil edilən indirim kampaniyalarından ən səmərəlisini seçən şagirddə taksonomiyanın səviyyəsini müəyyən edin. Qeyd olunan cavablara görə bu situasiyanın cavabı tətbiq olaraq götürülüb. Təbii ki, ən səmərəli yolu seçmək, ən səmərəli, ən yaxşı, məsələn, ən üstün yolu seçmək təhlil olmalıdır. Biz bunu təhlil etmək götürürük. Əgər variantlarda, cavablarda bu tətbiq olaraq götürülübsə, həmin sualı apellyasiyaya verə bilərsiniz. Digər imtahan suallarını da topladıqdan sonra gün ərzində sizinlə paylaşım edəcəm. Bunun üçün kanala abunə olmağı və bildirimi açmağı unutmayın ki, yeni video izahı sizə təqdim edəndə vaxtında xəbərdar olasınız. Ümumiyyətlə imtahanda iştirak edən müəllimlər videonun rəy bölümündə öz fikirlərinizi, eyni zamanda kurikulumdan düşmüş sualları və yaxud da ki, yadınızda qaldığı nümunələri paylaşsanız, digər müəllimlərə də çox köməkçi olmuş olarsınız.